Texniki rəhbər kimi risklə ilk ciddi üzləşdiyiniz anı xatırlayırsınızmı? O an tərəddüdə düşdünüz və ya düşmədiyiniz anlar olubmu? Yəni belə bir situasiyalar danışarız bizim. Elton bəy, bir də istəyirəm sizə təşəkkürümü bildirim dəvətiniz üçün. Sizin Safety First kollektiv təşəbbüsünüzü çox dəyərləndirirəm və izləyirəm və hesab edirəm ki, çox faydalıdır. Təşəkkür edirəm. Sualınız maraqlıdır. Bir balaca illər keçib üstündən deyə adama elə gəlir ki, çox çətindir yada salmaq. Yəni 20 ildən çox olub üstündən keçib, amma mənim indiyənə kimi yadımdadır. Belə bir təcrübə. Cavan idik, yeni qədəm qoyurduq idarə etmə sisteminə, sənayədə və indiyənə kimi niyə görə yadımdadır? Çünki ondan sonra mənim bu təhlükəsiz işə baxışım dəyişilib. Yükləmə əməliyyatı idi və bildiyiniz kimi bu 1 tonluq IBC deyilən çənlər olur. Dizel yanacağı dolu yükləməli idi, qazel, açıq qazel tipli yük maşınına və çəngəlli yükləyicinin çəngəlləri çatmırdı. Uzunluğu çatmırdı ki, o həmən IBC-ni düzgün qaydada bir içəri, yəni ki, maşının ortasına yerləşdirməyə cavanıq, güclü, özümüzə həddindən artıq arxayınıq. Haydi, əllə və ondan sonra yerləşdirdik, nə yalan deyim. Yəni nəticəni, istədiyimiz nəticəni əldə etdik. Yalnız sonradan dərk elədik ki, biz onu necə yanlış yolla əldə etdik. Şükür Allah'a heç kimə heç nə olmadı, amma düşüncə tam olaraq dəyişildi. Bax, riskli, bilərəkdən yox, bilməyərəkdən riskli birinci mənim rəhbər olaraq gördüyüm iş oldu.